ətir iyiliyi var. Hamı o ətir iyiyindən bihuş olur, amma mən o ətir iyini hiss eləyə bilmirəm. Antidepressantlarla düzəlmir. Yerinə girir, amma 3 saat yerində fırlanır və yuxuya gedə bilmir. Beynin degenerativ xəstəlikləri arasında, böyük insanlar arasında, yaşlılar arasında ən çox yayılmış xəstəlik Parkinsondur. Və bu gün sizə Parkinsonun heç yerdə deyilmədiyi ilk simptomları haqqında danışacağam. Bir çoxları elə bilir ki, Parkinson xəstəliyi hərəkətin yavaşması, əlin əsməsi ilə, əqlin geri olması, getdikcə demensiyanın əmələ gəlməsi ilə gedən bir xəstəlikdir. Amma tədqiqatlara görə, müasir məlumatlara görə bu əlamətlər yaranmamışdan hətta 5 il, 10 il əvvəl insanlar çox fərqli non-motor simptomlar hiss edə bilərlər. İndi sizə o gizli əlamətləri sadalayacağam. Birincisi, Parkinson xəstəliyinə getdikcə yaxalanan insan əvvəlcə anosmiya hiss etməyə başlayır. Anosmiya qoxunun zəifləməsidir. Sanki hiss eləyir ki, evdə yemək bişir, amma mən o yeməyin iyini hiss eləyə bilmirəm. Və yaxud da ki, bir ətir iyiliyi var. Hamı o ətir iyiyindən bihuş olur, amma mən o ətir iyini hiss eləyə bilmirəm. Bax, bu əlamət Parkinsonun 5 il, 10 il yaranmazdan əvvəl verdiyi əlamətdir. Buna anosmiya deyirlər. Digər bir əlamət isə depressiyadır. Parkinsona tutulacaq insan ilk növbədə başlayır əhval-ruhiyyənin pozuntularını hiss eləməyə. Depressiya əlamətləri başlayır. Heç nə ona maraqlı deyil, heç yerə getmək istəmir, evdən çıxmaq istəmir, heç nə onu şənləndirmir, xoşbəxt etmir. Bu mərhələdə insanı depressiya hesab eləyirlər var və ona müalicələr başlayırlar. Amma Parkinson depressiyası təəssüf ki, antidepressantlarla düzəlmir. İnsan həkimlərini dəyişir, dərmanları dəyişir, amma görür ki, bu depressiya əlamətləri keçmir. Bax, bu ikinci Parkinsonun başladığı ilk əlamətlərdən biridir. Üçüncü vacib əlamətlərdən biri isə yuxu pozuntusudur. Parkinson başlamazdan əvvəl insanın yuxusu pozulmağa başlayır. Yuxusu gəlmir, normal yata bilmir. Yuxuya getmək üçün çox uzun vaxt sərf edir. Yerinə girir, amma 3 saat yerində fırlanır və yuxuya gedə bilmir. Yəni, Parkinson xəstələrinin əli əsməmişdən qabaq, hərəkəti yavaşlamamışdan qabaq, bədəni bərkiməmişdən və əqil problemləri yaranmamışdan qabaq bu əlamətlər olur. Əgər siz də bu əlamətləri hiss edirsinizsə və nəslinizdə Parkinson xəstəliyi varsa, dərhal müraciət eləyin. Erkən müdaxilə, beyni qoruyan, hüceyrələri qoruyan müalicələrlə sizin xəstəliyə tez yaxalanmağınızın qarşısını alarıq.